Daha sonra İmam Qazali burada buyurur ki, Allah Teala bazarda, işdə zikr və təsbih edilməlidir. Hər an xatırlanmalıdır. Dili və qəlbi boş qalmamalıdır. Yaxşı bilinməlidir ki, o anda qaçırdığını bütün dünyanı versələr, bir daha əlinə keçirə bilməz. Qafilər arasında zikrin savabı daha çoxdur. Burada hədislərdən çəkir. Qafilər arasında Allah Taala'nı zikr edən kimsə ölülər arasındakı canlı və hərbdə qaçanlar arasında döyüşənlər kimidir. Sonra başqa bir şeydə qurumuş ağaclar arasında olan yaşıl ağac kimidir. Başqa bir hədisdə bazara gedərkən la ilahe illallah vahdahu la şərikə lə lehul mulku və lehul hamdu və huve ala kulli şeyin qadir deyən kimsəyə 1 milyon savab yazılar. Buxarıda keçir bu hədis. Və eyni zamanda burada Cüneyd Bağdadidən bir rəvayət hədis belə deyək də söz rəvayət olunur ki, bazarda çox kimsə vardı ki, sufilərin halqasında oturanlardan daha qiymətlidir. Elə kimsə tanıyıram ki, bazarda hər gün 300 rükət namaz qılır və 30 min təsbih oxuyur. Burada qəsd olunan odur ki, yəni ibadət, ticarət və biznes zamanı, alqı-satqı zamanı Allahı zikr edir, Allahı anır, Allahı xatirində saxlayır və özünü qoruyur haramlardan, çəkidə, ölçüdə və digər əməliyyatlarda da. Bu daha çətindir. Ona görə deyir ki, bu 100 rükət namaz qılır, nə qədər təsbih aparır. Xülasə, dinə, ibadətə kömək niyyəti ilə dünyada çalışanlara həmişə belə savab vardır. Ancaq pul qazanıb dünya malı yığmaq üçün çalışanlar savabdan məhrum qalarlar. Hətta bunların qəlbləri məsciddə, namazda olarkən də dükkan hesabları ilə məşğuldur. Hətta bunların qəlbləri məsciddə, namazda olarkən də, demək, dükkan hesabı ilə məşğuldur qəlbləri. Fikirləri dağınıqdır. Daha sonra burada İmam Qazali dünya işlərinə görə riskə getməyi danışır. İmam Qazali deyir ki, dünya işlərinə görə çox böyük risklərə getmək doğru deyil. Yəni, həyatını təhlükə atacaq qədər. Və deyir ki, dünya işlərinə çox düşkün olmaq lazımdır. Məsələn, bazara hər kəsdən əvvəl gedib, hər kəsdən sonra qayıtmamaq. Təhlükəli və uzun yollara getmək. Mal qazanmaq üçün dəniz və digər səfərlərə çıxmaq. Yəni, təbii ki, bunlar edilə bilər. Amma düşünsənə də, yəni biz axirət üçün, uxrəvi məsələlər üçün etmədiyimiz riskləri dünya üçün edirik. Məsələ burasındadır. Belə bir məsələ var. Dünya üçün eləyəcəyimiz atacağımız addımlar, edəcəyimiz risklər içki də ola bilər, qazanc da ola bilər. Biz bilmirik bunu. Hər şey ola bilər. Amma axirət işləri elə deyil. Axirət üçün atdığın addım, etdiyin niyyətin sonu istənilən halda qazancdır. İstənilən halda. Yəni sən deyirsən ki, mən Allah rızası üçün falan kəsi gələm ziyarət etməyə, məsəl üçün. Gedərsən ki, o adam orada yoxdur. Sən istənilən halda savabı qazanarsan. Yəni axirət işlərinin sonu mənfi nəticələnsə belə sən oradan savabı qazanırsan. Amma dünya işləri elə deyil. Dünya işləri sonu mənfi olursa nəticəsi, sən heç nə qazana bilmirsən. Amma müsbət olursa qazanırsan. Amma axirət işləri elə deyil. Ona görə də axirət işlərində nə qədər risk eləyirsə eləyək, burada heç bir problem yoxdur. Və burada başqa bir hədis də gəlir ki, Muaz ibn Cəbəldən ki, bir şeytan var ki, o insanlara deyir ki, bazara get, yalan danış, and iç, əvvəl get, gec qayıt bazardan. Biz bilirik ki, hırs deyə bir şey var da, hərislik. Bir şeydə insan nə qədər çox həris davranarsa, yəni hırs göstərərsə, ehtiras göstərərsə, bunu eləyim, bunu əldə eləyim, insan onu əldə eləyə bilmir. Nə zaman ki, daha təvəkküllə, daha səbirlə, öz axışına buraxar, tutaq ki, vaxtında gələr, vaxtında gedər. Ola bilər, biraz çox işləmək olar, amma hərisli eləmək, həddi aşmaq, dediyim ki, ən əvvəl getmək, ən axırda çıxmaq işdən, bunlar o ticarətin, o işin bərəkətini aparar yəni. Sonra burada İmam Əzəm Əbu Hənifənin müəllimi Həmməd ibn Sələmə, Allah ondan razı olsun, başörtüyü satardı. Hər gün 2 həbbə pul vahidi qazandıqda əşyasını toplayıb bazardan çıxardı. Hədisdə buyurulur, əgər pis yer bazardır, ən pis yer bazardır, bazardakıların, ticarətçilərin ən pisi də erkən gedib gec çıxandır. Bu səhih hədis deyil. Ona görə də əlimizdən gəldiyi qədər demək, burada belə İmam Qazali o dövrün daha şeyindən danışır, yəni ümumiyyətlə, yəni deyir ki, həmin gün qazancı əldə edinsə, çıx get evə. Getdin, tutaq ki, satdın, həmin günün ehtiyaclarını, ehtiyacı qədər pul qazandınsa, mağazin bağla çıx get. Yəni bu günün reallığında bu mümkün deyil də.